dənə set tapmışam. İçində yoxdur. Deməli bir neçə gün əvvəl bir məkanda oturmuşduq. Burada 119 manatlıq VIP kebab seti verirlər. Nələr daxildir deyim. Deməli hərəsindən 2 şiş olmaqla 5 cür kebab. Tikədir, döymədir, toyuqdur, dana bastırmasıdır. Canım sizə desin tərəvəz kebablarıdır. Nə bilim xırt-xırtlı badımcandır. Nə desəz var da yəni. Kebablar 2 pors düyü ilə servis olunur. Salatlardan sezar, manqal, çoban salatı, bundan başqa turşusudur, pendiridir, göyərtisidir, süzməsi, acıqası, qatığı, zeytunu, say bitmir. Qazlı qazsız içkilər, düşes və kompot da üstündə bonus. Set 4 nəfərlikdir. Kebablarına söz yox. Döyməyə çəngəl vurursan dağılır. Yəni baxanda bilinir də keyfiyyəti. Mən tikəni hər yerdə yeyə bilmirəm, amma burada çox əla hazırlamışdılar. Şişirtmədən deyirəm, son vaxtlar yediyim ən yaxşılardan idi. Buranın bir üstünlüyü də mənzərəsindədir. Meşə massivinin üzərində yerləşməsi masalarda çox möhtəşəm mənzərə yaradır. Restoran 3 qatlı terrasdan və kabinetlərdən ibarətdir. Özü də yay aylarında tam da bu tipli restoranlara ehtiyac olur. Məkanda hər gün canlı ifalar olur. Səsini çox bəyəndiyim Qadir Fətəliyevin ifaları ilə burada qəşəng ad günləri və digər xeyir işlər keçirə bilərsiniz. Qəlbimdə susmayan bir səs ucaldı, unuttum məni. Bura Neftçilərdən üzü Bakıxanova düşən yolda solda, Azpetrolun düz yanında yerləşir. Qayanı da yazdım sol tərəfimə. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.